Çox şirniyyat yemək cinsiyyət orqanında göbələk yaradırmı? Yalnız çox şirniyyat yemək cinsiyyət orqanında göbələyə səbəb olmur. Lakin əgər qadında insulin rezistentliyi və yaxud da diabet varsa, bu göbələyin tez-tez təkrarlanmasına və əmələ gəlməsinə səbəb ola bilər. Ona görə də göbələk problemi olan qadınlar xüsusən müalicəyə başlamazdan əvvəl yaxşı olar ki, şəkər mübadiləsinə də fikir versinlər. Yəni insulin rezistentliyi, şəkərli diabet və s. yoxlansın. Əgər bunlar aşkarlanarsa, buna uyğun müalicə aparılsın. Çünki bizə çoxluq müraciət edən pasientlər baxırsan ki, illərlə bu xəstəlikdən əziyyət çəkirlər. Təkrar müalicələr alırlar, lakin müvəqqəti nəticə əldə edə bilirlər. Bir müddət keçdikdən sonra xəstəlik təkrarlanır, yəni residiv verir. Ona görə də biz mütləq müraciət edən pasientlərə şəkərin yoxlanmasını da məsləhət görürük. Bəs doktor, həkim tövsiyəsi olmadan aptekdən alınan göbələk əleyhinə olan şamlar bu problemin aradan qaldırılması nə dərəcədə effektivdir? Bilirsiniz, Xəyal xanım, bizdə necədir? Bizdə çox vaxt qaşınma olanda qadınlar fikirləşirlər ki, göbələk infeksiyası nəticəsindədir. Lakin qaşınmanın bir çox səbəbləri var. Digər infeksiyalardan da bu qaşınma baş verə bilər. Və onlar üst tuturlar apteklərə. Apteklərdən göbələk əleyhinə müəyyən vasitələr, mazlar, tabletkalar və yaxud da şamlar alırlar və onu istifadə edirlər. Və əlbəttə yol verilməzdir. Çünki əgər sizdə bu patologiya yoxdursa, göbələk xəstəliyi həmin qaşınmaya səbəb olmayıbsa, effektiv olmamağı ilə yanaşı bəzi fəsadlara da gətirib çıxarda bilər. Ona görə də göstəriş olmayan halda dərmanlardan istifadə qəti surətdə yol verilməzdir.